xeyir olsun, əziz tamaşaçılar və dəyərli izləyicilərimiz. Hər birinizi Kisal İnternet Televiziyasının efirindən salamlayıram. Bizimlə həmsöhbət verilişini izləyirsiniz, əziz tamaşaçılar. Bugün cəmiyyətin ən aktual mövzularından biri gender bərabərliyi haqqında danışacağıq. Qadın və kişi rollarını kim müəyyən edir? Ümumiyyətlə, bərabərlik anlayışı real həyatda necə görünür? Elə bu barədə studiyamızın qonağı ilə həmsöhbət olacaq. Qonağımız Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırovadır. Xoş gəlmisiniz Arzu xanım, xoş gördük sizi. Xoş gördük. Mən də sizi və çox saylı tamaşaçılarınızı salamlayıram və dəvətiniz üçün təşəkkür edirəm. Çox sağ olun Arzu xanım. Ümumiyyətlə, bugün gender bərabərliyi nədir və cəmiyyətimizdə qadın və kişi rollarını kim müəyyən edir? Bunu qanun mu, insanların öz seçimləri yoxsa ənənə? Bu barədə nə demək istərdiniz? Buyurun. Belə başlayayım ilk öncə. Dünyada baş verən proseslərdən, ümumiyyətlə, istər cəmiyyətimizdə olsun, istər dünyada olsun, vaxtaşırı bu gender bərabərliyi mövzusuna toxunulur. Aktual olduğu qədər də təzadlı mövzulardır. Amma təbii ki, Azərbaycanda gender bərabərliyi konstitusiyamızda öz əksini tapıb, qanunla tənzimlənir, beynəlxalq sazişlərə ratifikasiya olunur və bu istiqamətdə, gender bərabərliyinin təşviqi istiqamətində də işlər daima Azərbaycan Respublikasında aparılır, qurumlar yaradılır, bununla bağlı müraciət edə biləcəyimiz qurumlar var. Həmçinin müəyyən bir layihələr, belə desək. Bəli, layihələr keçirilir hər zaman bu mövzuda və bu mövzu biraz iki şaxəyə ayrılır. Qanunla tənzimlənən hissə və cəmiyyətimizin, belə deyim, ictimai qınaq götürdüyü hissə. Qəbul olunan və ya olunmayan hissəsi. Bu da cəmiyyətlərə görə, mentalitetlərə görə mən elə bilirəm ki, dəyişir. Və onu da qeyd edim ki, gender bərabərliyi istiqamətində vətəndaş cəmiyyətinin üzvlərinə, vətəndaş cəmiyyətinin üzərinə iş çox düşür. Bu istiqamətdə həyata keçirdiyimiz layihələr, tədbirlər günü bu gün də azlıq eləyir. Bu qədər informasiyanın bol olduğu bir dönəmdə, əlçatan olduğu bir dönəmdə hər bir şeyə, yəni hər bir qanunu oxuya bilirik, hər bir məktubumuza cavab aldığımız halda operativ şəkildə, hansısa bir qaynar xəttə müraciət edə biləcəyimiz bir şəkildə yenə də boşluqlar var, yenə də haqq və hüquqlarını bilməyən insanlar var. Mən bu gender bərabərliyini sırf qadın-kişi ayrı seçkilinə ayırmıram. Ümumiyyətlə, insani nöqteyi nəzərdən baxarsam və bunun o biraz öncə söylədiyim və tez-tez təkrar eləməyi sevdiyim bir sözdür. Azərbaycan cəmiyyətində, Azərbaycan dövlətində kişi ilə qadının hüquqları bərabərdir. Yəni, bizim hüquqlarımız istər işlə təmin olunduğumuz zaman, istər təhsil almaq nöqteyi nəzərdən, istər iqtisadi baxımından. Yəni, hüquqi tərəfdən bizim heç bir ayrı seçkiliyimiz yoxdur. Amma yenə dediyim kimi, işin o biri tərəfindən baxarsaq, qadın və kişinin öhdəlikləri və məsuliyyətləri fərqlidir. Ailədə fərqlidir, işdə yanaşmasında fərqlidir və ya da hətta biraz da bəlkə bu sözümü xoşlamayacaqlar. Rəftar nöqteyi nəzərdən bəlkə də fərqlidir. Biraz bu baxımdan biz həm milli mənəvi dəyərlərimizi işə salaraq, həm yenə dediyim kimi qanunlarımız öz yerində icra olunur və o qanunlarımızdan yola çıxaraq heç bir şey yoxdur ki, biz bu gender bərabərliyi Azərbaycanda pozulur və ya yanlış yaşanılır deyə bilək, belə bir şey yoxdur. Amma bəzi nöqteyi nəzərdən dediyim kimi, məsələn, biz bunu vətəndaş cəmiyyəti olaraq daha sıx-sıx rastlaşdığımız boşanmalarda, nikahın pozulması zaman, alimentin ödənmədiyi zaman elə hadisələrin şahidi oluruq ki, o zaman artıq biz, hətta belə deyim, hüququ bəzən işə sala bilmirik. Yəni, insanlarımıza o qədər çalışırıq, bol məlumat, bol informasiya, fikir ayrı seçkiliyinə əlçatan olmağı. Yəni, bu istiqamətdə dövlətimizdə gender bərabərliyinin təşviqi, bu istiqamətdə propaganda, maarifləndirici tədbirlər yetəri qədər aparılır və hər zaman bizim də bu təşkilat olaraq bu istiqamətdə həyata keçirdiyimiz layihələrdə maarifləndirici tədbirlərin rolu çox böyükdür. Ümumiyyətlə, həmkarlarımız da bu istiqamətdə çox iş görürlər. Baxın, ailə daxili şiddətlə bağlı, qadına qarşı zorakılıqla bağlı, erkən nikahlarla bağlı və ya yenə dediyim kimi, ölkədə alimentin ödənməməsi ilə bağlı, bu alimentin ödənməsinə qədər olan hüquqi prosesləri, mərhələləri insanlarımızın, xanımlarımızın bilməməsi ilə bağlı. Yəni, düşünürük ki, nə qədər məlumat, informasiya əlçatan da olsa, daima bu tədbirlərə
bu layihələrə ehtiyac var, çünki böyüyən gənclərimizi məlumatsız saxlamaq olmaz. Onları daima bu istiqamətdə ki, Məlumatlandırmalı. növbəti ortaya çıxacaq problemlərin önünü ala bilmək üçün. Arzu xanım, ümumiyyətlə gender bərabərliyi yalnız qadınlara aiddir, yoxsa kişilərin də öz hüquqları burada beləcə stereotiplərdən azad olmaq kimi ümumi hüquqlar var? Əlbəttə, biraz öncə vurğuladığım kimi, bura sadəcə qadın kişi olaraq baxmaq da belə də yola çıxmaq. Biraz dar çərçivədir. Biz bura fərd və insan olaraq yanaşmalıyıq. Amma dediyim kimi, qanunlarda o qədər gözəl şəkildə tənzimlənir ki, və bunu dediyim kimi, ictimai qınaqla və dəyərlərimizlə birləşdirdiyimiz zaman ortaya problemsiz bir iş çıxır. Yəni, və ya da problemi olan işin həllini tapmaq daha asan olur, yoluna qoymaq daha asan olur. Ümumiyyətlə, belə desək, iş yerlərində qadınlara daha çox üstünlük verilməsi gender bərabərliyini təşviq edir, yoxsa ayrı seçkiliyə səbəb olur? Əslində, bilirsiniz, bu barədə çox belə bir statistika var idi. Bəzi sahələr var ki, heç orada qətiyyən qadınlar çalışmır. Biz bu yaxınlarda şahid olduq ki, Azərbaycanlı xanımlarımız pilotdular, Azərbaycanlı xanımlarımız təyyarə sürürlər. Bura qədər pilotların içində yalnız kişilər idi. Təbii ki, bu statistikada Azərbaycanda təhsil və tibb sahəsində qadınlar üstünlük təşkil edir. Amma son dönəmlərdə şahidi oluruq ki, artıq bəzi ixtisaslarda bəylərimiz, kişilərimiz də daha çox üst tuturlar. Bu müəllimlik peşəsində bir ara demək olar ki, kişi müəllimlərə rast gəlmirdi, çox az olurdu, həddən artıq. Amma yenə dediyim kimi, sahələr var, orada qadınlar çox azdır, sahələr var, əksinə xanımlar daha çoxdur. Bilirsiniz, bu da elə bilirəm, biraz təbliğatla bağlı bir şeylərdir. Hətta bəzi iş yerlərində xanım işçilərin tələb olması kimi hissələri də görürük. Və də belə bir şey deyim, bu biraz maaşa da bağlı, iqtisadi vəziyyətə bağlı bir şeydir. Məsələn, gözəl təhsil alan, bilikli, savadlı olan bir uşaq, mən elə bilirəm, düşünür ki, mən gedib tarix müəllimi işləməkdənsə təyyarə sürərəm, pilot olaram. Bir bəydən söhbət gedir. Yəni, bizim də bu söhbətlərimiz olanda bu düşüncələrə rast gəlirik. Və ya da ki, bir xanıma da demək olmur, ay xanım, yaxşı maaşı var, sən pilot ol ginən. Axı, bunun gələcəkdə ailəsi var, övladları var. Hətta bunu belə desək, gənclərimiz universitetə ixtisas seçimi edərkən daha çox qızlarımızın birinci qrupa mühəndisliyə, mexanika sahəsi və bu biraz yenə dediyim kimi, bu böyüdüyümüz cəmiyyətdə insanlarımızın yanaşması ilə bağlı olaraq və ya ailələrin verdiyi tərbiyə ilə bağlı olaraq bu seçimə biraz müdaxilə deyil də, təbii ki, burada qəbahət və ya qeyri-qanuni heç bir şey yoxdur. İnsanın arzusu, istəyi ola bilər. Bir xanımın arzusu seçimində azaddır. Seçimində azaddır. Biraz öncə söylədiyim kimi, heç bir xanıma kimsə deyə bilməz ki, sən pilot olma, təyyarə sürmə. Üstəyi, arzusu, bacarığı, savadı, biliyi varsa o yolu gedə biləcək. Və ya da sən mühəndis olma və ya sən hansısa kişiyə aid ağır bir ixtisası seçməginən. Amma təbii ki, yenə dediyim kimi, bunlar biraz milli mənəvi dəyərlərlə, ailədən aldığımız tərbiyə ilə, istək və arzularla çox yenə dediyim kimi, savadlı bir qız uşağı özünü həkim görmək istəyir, həkim arzulayır. Onu təbii o gələcəkdə cəmiyyətə daha faydalı olacaq bir həkim kimi. Çünki sevdiyi və üzərində zəhmət qoyduğu bir peşəyə sahiblənəcək. Ona görə də burada qeyri-qanuni heç bir şey olmadığına görə, amma bu təzadları, bu fikir ayrılıqları və ya burada daha çox xanım tələb olunur, burada daha çox kişi tələb olunur. Burada yenə dediyim kimi qəbahət və qeyri-qanuni bir şey yoxdur. Bəs media və sosial şəbəkələr gender bərabərliyini necə dəstəkləyir? Dəstəkləmək baxımından onlar əslində deyərdim ki, bizə daha çox elə televiziya kanallarımız, saytlarımız, media, kütləvi informasiya vasitələrimiz dəstək olur. Yəni, mən öz sahəmdən yola çıxaraq deyirəm. Yəni, qeyri-hökumət təşkilatı olaraq biz daha çox o dəstəyi, belə bir şeydim, o layihəni həyata keçirdik və ya o tədbiri həyata keçirdik, bitdi olmamalıdır, onun davamlılığı var, onun səsini yüksək kütlələrə, böyük auditoriyalara çatdırmaq var. Daima əgər o iş faydalı bir işdirsə, ondan reklam şəklində də çatdırmaq nəticə alırıqsa, təbii ki, məsələn, biz ona daha çox sevinirik. Biz bir sosial çarx çəkirik, yenə dediyim kimi, məsələn, bizim təşkilatımızın ailə daxili şiddətə yox deyə, ailə daxili şiddətə və qadına qarşı zorakılığa yox deyə bir sosial çarxımız oldu. O çarxı boş-boşuna çəkməklə deyil. Onu təbii ki, kütləvi informasiya vasitələri bizə dəstək oldu, onun yayılmasında, onu auditoriyaya çatdırılmasında. Bu dəstəyi, yəni biz artıqlaması ilə görürük kütləvi informasiya vasitələrindən. Bəs müəyyən bir qərarların verilməsi ailə daxili münasibətlərdə bərabərdirmi? Təbii ki, qanun da bunu yetəri qədər tənzimləyir. Yəni, burada ayrı seçkiliyə yol verilmir. Qanun baxımından götürərsə, dövlətimizin aldığı qanunları, qərar verdiyi qanunlar ümumiyyətlə vətəndaşın rifahı naminədir hər mövzuda. Bu mövzuda da düşünürəm ki, sadəcə o baş verən boşluqlar ki var, insanlarımızın məlumatsız olmağı, məlumatsız
olduğundan da yəni biraz öncə söylədiyim kimi, əgər atadan aliment alına bilmirsə və ata çox rahatlıqla əlini qolunu yanına sallayıb gəzirsə, bu işin altında baxırıq ki, nigah bağlanmayıb cütlüklərin arasında və bunu zamanında bilməyiblər. Evlilik baş tutub, amma qanun onu necə tənzimlədi, artıq bu proseslər baş vermir. Bəs ailə-daxili münasibətlərdə kişilərin daha çox biləcək hər hansı bir fikrə münasibət bildirməsi, bir şey etməsinə belə hər yəni o stereotiplər qalırmı? Beləsə patriarxal bir münasibət. Belə bir şey deyim, kişinin bir fikir bildirməsi qəbahət bir şey deyil. Təbii ki, bildirə bilər. Ailə institutu müştərək bir müəssisədir. Məsələn, onun tarazının qorunub saxlanması elə beləcə düzgünlük, balanslı şəkildə münasibətləri gətirib. Bəli, doğru. Bu müştərək bir müəssisədir və bu müştərək müəssisədə biraz öncə dediyim kimi qanunlar, hüquqlar eyni ola bilər, amma məsuliyyət və öhdəliklər fərqlidir. Mən hər zaman deyirəm, elə işlər və elə yoluna qoyulmalı məsələlər var ki, onu mütləq kişi eləməlidir. Onu qadın etməməlidir. Əgər qadın edirsə, o çətinlikləri altına girirsə, o məsuliyyətin, o yükün altına girirsə, təbii ki, mən o xanımların qarşısında 100 dəfə baş əyirəm. Ailə deyiriksə o ortama, ailə institutunun davamlılığı mən daha çox düşünürəm qadının üzərindədir. Amma bəzi işlər var, onu qadın görə bilməz, bəzi işlər var, onu kişi görə bilməz. Hərəsinin öz ayrı-ayrı işi var. Bəzi işlər də var, o mütləq müştərək qərar verilib olunmalıdır. Həm ayrı-ayrı şəkildən birlik. Bəli, bunu hər zaman dediyim kimi çox ağıllı xanımlar və çox ağıllı analar lazımdır ki, bunu tənzimləsin. Bəli, orta beləcə nöqteyi nəzərdə saxlamalıdır. Arzu xanım, gələcəkdə beləcə gender bərabərliyi məsələsi sizcə təhsildənmi, valideyn fikirlərindənmi, yoxsa texnologiyadan asılı olacaq? Bu necə ola bilər? Çox gözəl sualdır. Texnologiya həyatımıza elə girib ki, hər sahədə öz sözünü diktə edir, hətta belə deyim, fikir dəyişdirir, fikir formalaşdırır, fikir yaradır. Bunu artıq həyatımızdan, yeni dünyanın reallığından çıxarda bilməyəcəyik bir mənalı. Ancaq mən düşünürəm ki... Artıq elə bir hala çevrilmiş ki, bizi məsələ texnologiyalardan asılı vəziyyətdə düşmüş. Bəli, və mən düşünürəm ki, bu böyüyən gənclərimizə kömək edəcək. Onların verdiyi bir qərarda istər təhsillə bağlısı olsun, istər ailə həyatlarıyla bağlı olsun, mən elə bilirəm ki, texnologiya daha yaxşı dəstək olacaq gənclərə. Yəni, bugün bizim yaşadığımız və ya bizdən öncəki, məsələn, bizdən öncəki nəslin yaşadığı problemləri bugün biz qeyri-hökumət təşkilatı olaraq çox nadir rastlanırıq. Niyə? Çünki artıq məlumatlıdırlar, informasiyalıdırlar, bilirlər bu addımı atmamışdan. Bunun hüquqi tərəfi nədir, bunun qanunu tərəfi nədir, nəyi etmək olar, nəyi etmək... Hər aspektdən belə desək, nəzərdə İndiki gənclərimiz çox gözəl bilirlər. Amma elə bilirəm ki, böyüyən gənclərimiz, uşaqlarımız bizdən də bundan gələn nəsil o problemləri artıq problem olaraq yaşamayacaqlar. Çünki anında həllini bilirlər, yolunu biləcəklər. O texnologiyaların vasitəsilə. Arzu xanım, sonuncu sualımı belə ünvanlamaq istəyirəm. Ümumiyyətlə, bu mövzu barədə birliyinizdə həyata keçirilən layihələr barədə fikirlərinizi öyrənmək istərdik. Bizim 7 ildir bilirsiniz təşkilatımız fəaliyyət göstərir və bu istiqamətdə bir çox tədbirlərimiz, həyata keçirdiyimiz layihələr olub. Biraz öncə söylədiyim kimi bir sosial çarxımız oldu bizim. Ailədaxili şiddətə və qadına qarşı zorakılığa yox deyə. Yəni bu sosial çarx çəkildi, qalındı deyil. Biz onu tədqiqatın keçirdiyi bölgələrə götürdük və fərqli bir yanaşmamız oldu. Biz düşündük, bunu eləyən həmkarlarımız həddən artıq çoxdur. Biz düşündük necə bir çarx çəkək və belə qərar verdik ki, bu mesajı cəmiyyətə kişilərimiz, bəylərimiz versin və işində, ailəsində şərəfli həyat yolu keçən, gözəl ailəsi olan, işində peşəkar olan bəylərimizi, ziyalılarımızı, incəsənət xadimlərini, millət vəkillərini, alimlərimizi çəkdik. Bəylərimiz mesaj verdi cəmiyyətə. Və çox gözəl də səs-səda doğurmuşdu və o qədər maraqlı alınmışdı. Məsələn, video çarxdan bir mesaj alınmışdır belə. Bəli ki, yəni bunu yaşayan ailələrlə işlədiyimiz zamanda görürük ki, yəni hələ də var çox təəssüf bu problemlər. Məsələn, bunu biz həyata keçirtmişdik. Daha sonra qadın sahibkarlığının bölgələrdə Azərbaycanın 3 rayonunda böyük tədbirlər, layihələr həyata keçirtdik qadın sahibkarlığının inkişafı ilə bağlı. İnanın, o qədər gözəl tədbir oldu. Yəni, kiçik bir şeydən başlamağı heç bir fayda verməyəcək deyən xanımlara biz o dövlətin yaratdığı şəraitləri izah elədik, maarifləndirici bir tədbir idi. Motivasiya xarakteri. Bütün qanuni yolları, onların bacarığı, onların sevdiyi sahə ilə kiçik bir şeylərdən necə böyük bir şeyləri əldə edə biləcəklərini o qədər gözəl dönüşlər almışdıq biz o xanımlardan. Hətta sonra baxdıq bölgəmizdə olan xanımların bir neçəsi birləşib şirniyyat yeri açıblar və bu günləri həmin o ətrafyanlı rayonlarda öz bizneslərini yürüdürlər o xanımlar. Ona görə də hər zaman ehtiyac var bu maarifləndirici tədbirlərə və düşünürəm ki, bundan sonra da bizim təşkilatımız bu işlərə imzasını qoyacaq. İnşallah. Çox sağ olun Arzu xanım. Fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür edirik. Sağ olun. Mən təşəkkür edirəm. Sağ olun, çox sağ olun. Sağ olun.
Belə əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, bugünkü verilişimizin sonuna gəldik. Nəzərinizə çatdırmaq istərdim ki, studiyamızın bugünkü qonağı Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova idi. Gələn görüşlərə dək.